Qida zəncirinin bütün mərhələlərində, o cümlədən ithal-ixrac əməliyyatları sayəsində dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Bu nəzarət həm istehlakçıların sağlamlığını qorumaq, həm də keyfiyyətli məhsulların bazara çıxmasını təmin etmək məqsədi daşıyır. Sıradakı reportajımızda agentliyin bu sahədə gördüyü işlərə və sahibkarlara etdiyi çağırışlara qısa olaraq nəzər salaq. Mövzumuzun geniş müzakirəsini isə birazdan studiyada qonağımızla davam etdirəcəyik. Ölkəmizdə qida məhsullarının ithal və ixrac əməliyyatlarına Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur. Bu sahədə görülən işlərin nəticəsi olaraq heyvan mənşəli məhsullar, bitkiçilik və digər qida məhsullarının ixrac potensialı xeyli yüksəlib. Məsələn, cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib. Belə ki, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransa respublikalarına 3,6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq çürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub. Həmçinin Gürcüstana 721,8 ton süd və süd məhsulu, 40 ton mal əti farşı, 5 ton çiğ dönər əti, Rusiyaya 730 ton, Qazaxstana isə 59,4 ton dondurulmuş kilkə ixrac olunub. Təbii ki, ithal prosesi də qida təhlükəsizliyi sahəsində qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Agentlik tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi də davam etdirilir. Ümumilikdə bu günə qədər 1520 belə müəssisə təsdiqlənib. Eyni zamanda ölkəmizə qida məhsulları ithal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən edilməsi istiqamətində agentlik tərəfindən mütəmadi olaraq işlər görülür. Bu günə qədər 37 ölkənin qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə agentlik tərəfindən müvafiq qərarlar da qəbul edilib. Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri əlavə qiymətləndirmə aparılmadan ölkəmizə məhsul ixrac edə biləcəklər. Bu da Azərbaycanla adı çəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək. Bununla yanaşı agentlik tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində heyvan mənşəli məhsulların ithal olunduğu ölkələrdə hər hansı zoonoz xəstəliklər aşkarlanarsa, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədi ilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunur. Bu barədə məlumatlar isə hər həftə agentliyin rəsmi səhifələrindən ictimaiyyətə təqdim olunur. Agentlik həmçinin sahibkarlarla mütəmadi olaraq görüşlər keçirərək ixrac prosesindəki qanunvericiliyin tələblərini, tətbiq olunan standartları izah edir, qablaşdırma və etiketlənmə qaydalarının beynəlxalq bazarlarda önəmini, həmçinin idxalçı ölkələrin tələblərini vurğulayır. Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanda ithal-ixrac sahəsində qanunvericiliyə uyğunlaşma və nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu sahədə görülən işlər isə mütəmadi olaraq agentlik tərəfindən ictimaiyyətə çatdırılır. Hörmətli tamaşaçılar, bugünkü verilişimizdə biz Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ithal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət tədbirlərindən danışacağıq. Mövzunu studiyanın qonağı ilə müzakirə edirik. Qonağım Agentliyin İthal-İxrac Nəzarət Şöbəsi müdiri Əkbər Əliyevdir. Salamlayıram sizi, xoş gəlmisiniz. Salam, xoş gördük. Əkbər müəllim, yay mövsümü bitdi. Artıq payız mövsümü gəlir. Əlbəttə ki, payızda da bəzi bitkiçilik məhsullarının ixracı ilə bağlı mən bilirəm ki, planlar var. İndi sizdən eşidəcəyik. Hazırlıq işləri nə yerdədir? Buyurun, zəhmət olmasın. Təşəkkür edirəm Hekim müəllim və payız mövsümü artıq yaxınlaşır və payız mövsümünə xas olan bitkiçilik məhsullarının ixracı ilə əlaqədar olaraq biz hazırlıq işlərimizə artıq yay aylarından başlamışdıq. Belə ki, burada idxalçı ölkələrin tələbləri, ixrac zamanı beynəlxalq bitki konvensiyasından irəli gələn beynəlxalq tələblər, beynəlxalq standartlar barədə biz həm xurma məhsullarının ixracatçıları, həm pomidor məhsullarının ixracatçıları, alma və digər məhsulların ixracatçıları ilə həm fiziki, həm onlayn formatda müxtəlif görüşlər keçirmişik və görüşlərdə də əsas məqsəd sadaladığım tələblər barədə olmuşdur
Belə ki, bu görüşlər zamanı beynəlxalq konvensiyadan irəli gələrək, bitki mühafizəsi sahəsində beynəlxalq konvensiyadan irəli gələrək, beynəlxalq standartların tələbləri, burada istər karantin zərərvericilərinə dair olan tələblər, aqrokimyəvi qulluğa dair tələblər, həmçinin pestil qalıqlarına dair tələblər sahibkarların diqqətlərinə çatdırılmış və əsas vacib məqamlardan da biri idxalçı ölkələrin məhsullara dair qablaşdırma vasitələri və etiketlə bağlı olan tələblərdir, etiket məlumatlarına olan tələblərdir. Qeyd etmək istərdim ki, həmin standartlara və idxalçı ölkənin tələblərinə əsasən məhsulların üzərinə vurulan etiketlər oxunaqlı olmalı, davamlı olmalı və qopmamalıdır. Bu xüsusi bir tələbdir, çünki hər bir ölkəni, öz istehlakçılarını, hüquqlarını qoruyur və həmin məlumatlar da, belə deyək ki, istehlakçıya lazım olan məlumatlar da həmin etiketlərdə göstərilir. Odur ki, bütün taralarda dediyim şərtlər daxilində məhsulların etiketlənməsi həyata keçirilməlidir. Əlavə olaraq da biz qeyd etmək istərdim məhsulların qablaşdırılması. Biz sahibkarlarla və təsərrüfat sahibləri ilə görüşlərimiz zamanı onların hər zaman diqqətlərinə çatdırır ki, artıq ənənəvi qablaşdırmadan müasir qablaşdırma metodlarına istifadə etmək lazımdır. Ona görə də biz sahibkarlarla, bu sahədə fəaliyyət göstərən ixracatçılarla, istehsalçılarla çoxsaylı görüşlər keçirmişik. Bugün də görüşümüz olub. Növbəti həftədə Göyçay rayonunda görüşümüz planlaşdırılıb bizim xurma ixracatçıları ilə və bu məsələni onların diqqətlərinə həm əyani formada, həm nəzəri formada onların diqqətlərinə çatdırırıq ki, Azərbaycan məhsulları xarici bazarlarda rəqabət qabiliyyəti artsın və idxalçı ölkələrin tələbləri gözlənilməklə hər hansı bir digər, belə deyək ki, məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsinin qarşılıq. Hər hansı bir uyğunsuzluqlar aşkarlanmasın. Ona görə də biz ixrac dinamikasını təhlil edəndə görürük ki, ixracımızda xüsusilə də bitkiçi məhsulların ixracında artım dinamikası var. Bu da əlbəttə ki, Azərbaycan məhsullarının xarici bazarlarda tələbatın olmasını, həmçinin nəinki biz ənənəvi bazarlara, artıq digər Avropa bazarına, belə deyək ki, uzaq Sinqapur, digər ölkələrin bazarlarına çıxmaq niyyətindəyik. Biz hal-hazırda Sinqapur, İsrail, Avropanın bir sıra ölkələri, Amerika Birləşmiş Ştatları, bu kimi dövlətlərlə biz ixrac trayektoriyamızı genişləndiririk. Asiya ölkələrinə, Çinə, bəli, Körfəz ölkələri, Asiya ölkələri bizim ixracımız həyata keçirilir. Nəinki bitkiçilik məhsulları, həmçinin də heyvan mənşəli məhsullar. Buna görə də biz ən xırda, belə deyək ki, detallara diqqət yetirməliyik. İstər məhsulların daşınma qaydaları, onların qablaşdırma qaydaları, hətta onları daşıyan atlıqlar belə beynəlxalq standart və normalara uyğun olmalıdır ki, bizim ixrac dinamikamıza hər hansı bir təsir olmasın. Bəs Əkbər müəllim, etiketlənmə ilə bağlı məsləhətlər, tövsiyələr verdiniz. Zərərvericilərlə sirayətlənmənin qarşısını almaq üçün nə edilməlidir? Ümumiyyətlə, hara müraciət edilsə yaxşı olar? Belə deyək ki, istehsalçılarla bu barədə çox geniş görüşlər keçirmişik. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən onlara maarifləndirici broşurlar və digər əyani vəsaitlər də təqdim edir ki, hansı, belə deyək ki, aqrokimyəvi qulluqlar həyata keçirilməlidir və zərərvericilərə qarşı hansı mübarizə tədbirləri həyata keçirilməlidir. Ümumiyyətlə, bizim ölkəmizdə də, həmçinin qonşu ölkələrdə də karantin tətbiq edilən zərərvericilər belə deyək ki, mövcud olur, əgər bağlara düzgün qulluq edilmədiyi təqdirdə. İstehsalçı müəssisələr bilməlidirlər ki, bu dövrün ərzində tam standartlara uyğun olaraq bağlarında zərərvericilərə qarşı tədbirlərini həyata keçirməlidirlər. Payız mövsümünə ciddi şəkildə hazırlaşmalıdırlar. Start vəziyyətinə gətirməlidirlər. Nəinki qablaşdırma, etiketlə bağlı olan məsələlərdə, həmçinin istehsal etdikləri məhsulları tövsiyə edirik ki, ixracdan öncə müraciət etsinlər Qida Təhlükəsizliyi Agentliyinə, bağlardan biz nümunələrimizi götürək, belə deyək ki, ixracdan öncə artıq müəssisələrini bu məsələyə hazırlasınlar. Zaten onsuz da ixrac prosesi zamanı risk əsaslı biz monitorinq və nümunələrimizi götürüb, belə deyək ki, sertifikatlaşdırma prosesini həyata keçiririk. Amma mövsümə hazırlıqla məqsədinə, özlərinin bir keyfiyyət idarəetmə sistemi tətbiq etməklə
bağlarında özləri monitorinq həyata keçirib dövlət nəzarətinə hazırlaşsınlar. Sualları olarsa, hansı formada müraciət edə bilərlər sahibkarlar, zəhmət olmasa onu da bildirək. Biz İlkin müəllim söhbətimizin əvvəlində də bildirdim ki, çox saylı görüşlər keçiririk. Bu görüşlər mövsüm ərzində də davam edəcək və nəinki paytaxt Bakıda, bizim əsas ixrac rayonlarımızda, ixrac regionlarımızda bu çox saylı maarifləndirmə görüşləri həyata keçiriləcək və əgər hər hansı bir suallar olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xətti vasitəsilə həm Qida Təhlükəsizliyi Agentliyinə, həmçinin onun regional bölmələrinə müraciət edə bilərlər və bildirmək istəyirəm ki, ixrac ilə əlaqədar bütün sənədləşmə işləri elektron qaydada aparılır. Qida Təhlükəsizliyi İdarəetmə Sistemi vasitəsilə hər bir sahibkar öz şəxsi kabinetinə asan imza ilə daxil olmaqla məlumatları daxil edir, ərizə ilə bizə müraciət edir. Yəni bütün proses elektronlaşdırılıb və müfəttişlərimiz tərəfindən yaxa kameraları vasitəsilə yüklərə baxış keçirilir. Həmin yüklərin fiksasiyası qeydiyyata həyata keçirilir. Həmin qeydiyyat arxivləşdirilir gələcək üçün ki, hər hansı bir risk olduğu təqdirdə biz o materiallara yenidən baxaq və nümunələr götürülür və karantin ekspertizasının nəticələrinə əsasən yük partiyaları beynəlxalq fitosanitar sertifikatlarla təmin edilir. Çox sağ olun Əkbər müəllim. Təşəkkür edirəm. Gəldiniz studiyaya, suallarımızı cavablandırdınız. Çox sağ olun İlkin müəllim. Hörmətli tamaşaçılar, realda qida verilişində biz ithal-ixrac əməliyyatlarından danışırdıq. Mənim qonağım Agentliyin İthal-İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev idi.